Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin vel akibetu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibil kulubina ve şefi'iz zunubina Ebul Qasim Muhammed sallallahu aleyhi ve aleyhi ve ala aleyhim ecma'in min alana ila qiyam yevmiddin. Amma ba'd, qala Allahu tebarek ve teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. Ellezine yenguzuna ahdallahi min ba'di mithaqihi ve yakta'una ma emarallahu bihi en yusala ve yufsiduna fil ardi ulaika humul khasirun. Sadakallahul aliyyul azim. Rabbi işrah li sadri ve yessir li amri ve hlul ugdeten min lisani yefkavu kavli. Avsikum ibadillah ve nefsi bi takvallah. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərində olsun inşallah. İlk növbədə özümə və sizə ilahi nemət olan təqvanı tövsiyə edirəm. Allah Teala bu əvəz olunmaz neməti, təqvalı olmağı hər birimizə nəsib eyləsin. Allah Teala bu rəhmət, bərəkət, məğfirət dolu bu böyük cümə gününü hər birimizə mübarək eyləsin. Bu cümə günündə edəcəyimiz ibadət, itaət, duaları Allah Teala bizlərdən, sizlərdən ali dərəcədə qəbul eyləsin inşallah. Allah and verə izzətinə, cəlalına, böylüyünə xatir. Bu cümə günündə bizi bir araya gətirdiyi kimi inşallah ki, qiyamətin günündə də bizi Beşdə, cənnətdə, Peyğəmbər, Əhl-i Beytinin yanında, Kövsər çayının yanında bizi bir araya gətirsin inşallah. Bütün bu niyyətlərimizə Muhammed, Ali Muhammed Cəmalına sələvat hədiyələ. İnşallah bugün bir qədər Qur'an-ı Kərimin müraciət elədiyi bir mövzu var. Dəfələrlə biz bu mövzuya toxunmuşuq. Siz də kitablardan oxumusunuz və alimlərin, din xadimlərin, din böyüklərimizin xütbələrində eşitmişsiniz. Silə-i rəhm, qohum əqraba ilə münasibət məsələsidir. Qur'an-ı Kərimin önəm verdiyi bir məsələdir. Demək, silə-i rəhmi kəsmək, yəni qohum əqraba ilə əlaqəni kəsmək ən böyük günahlardan biri sayılır. Mövzuya keçməmişdən öncə, indi oktyabr ayındayıq biz, oktyabr ayının artıq 10-udur. Yadınıza gəlirsə 5 il bundan öncə biz oktyabr ayının 10-unda şəhidlərimizi dəfn edirdik. Bugün o şəhidlərin 5-ci il dönümüdür. Artıq bugünlər biz xəbərlərdə eşidirdik ki, Azərbaycan ordusu, bizim əskərlərimiz, qəhrəmanlarımız, igidlərimiz, qazilərimiz, şəhidlərimiz hansısa bir kəndi aldılar, hansısa bir qəsəbəni aldılar, sonra hansısa bir rayonu aldılar. Xalq olaraq biz nə qədər sevinirdik bu günlərdə. Amma bir tərəfdən də şəhidlərimiz olurdu, qazilərimiz olurdu, yaralı əskərlərimiz olurdu. Bu şəhidlərin içində bilmirəm o sözü necə ifadə edim ki, hamımız onu qəbul edəsiniz. Şəhidlərin bir evdə, bir ailədə, ailənin bir üzvünün, atanın, qardaşın, övladın itkisi o ailə üçün ağırdır. Atanın itkisi bir ayrıca ağırdır ki, həyat yoldaşı həm uşaqlar üçün. Qardaşın itkisi görürsən ki, qardaş üçün, bacı üçün ağırdır. Övlad itkisi görürsən, ata-ana üçün ağırdır. Bunlar reallıqlardır. Biz bunu qəbul eləməliyik. Mən hələ şəhadət, şəhid olanlardan danışmıram. Mən sadə öz aramızda itirdiyimiz yaxınlarımızdan danışıram. İlla da ki, bir insan ali dəyərlər uğrunda canın verər, xalqı üçün, milləti üçün, vətəni üçün, torpağı üçün, dövləti üçün gəlib şəhidi statusuna alar, şəhidi məqamına çatar. Burada bir məsələ də nəzər diqqətinizə çatdırım ki, bizim şəhidlərimizin bəzilərinin 18 yaşı vardı, bəzilərinin 19 yaşı vardı, 20 yaşı olan da vardı, 30 yaşı olan da vardı. Bizim şəhidlərimizin bəziləri nişanlı idi. Heç toy eləməmişlər. Bəziləri toy elib, sonra şəhid olmuşlar, toydan sonra. Görürsən, sonradan şəhadətindən sonra ilinə kimi bir övladları dünyaya gəlib. Bəzi şəhidlər vardı ki, bir bacının bir qardaşı olub, iki bacının bir qardaşı olub, üç bacının bir qardaşı olub.
Bəzi şəhidlərimiz 2 qardaşdan biri şəhid olub, 3 qardaşdan biri şəhid olub. Amma burada bir məqam var ki, mən hər dəfə danışanda çətinlik çəkirəm, həm şəhidlər xiyabanında, həm burada evin tək övladları. Evin tək övladları şəhadət xəbəri həqiqətən çox ağırlıdır. Həm ailə üçün, mən indi də danışanda tükürlərim biz olub. 5 dənə ailə Sumqayıtımızda Bəxtiyar, Fərhad, Rüfət, Sabir və Abdullah. Bunlar 5-i də evin tək övladları olublar. Hətta mən bildiyim qədər Bəxtiyar evdə övlad olmayıb, qardaş öz övladını verib əmanət kimi, yəni o cürünə şəhid olubdur. Sabir də evin tək övladı olub, Fərhad da, Bəxtiyar da, Rüfət də və Abdullah da. Abdullahın şəhadəti, indi biz onun anım günündən gəlirik, ziyarət elədik, indi mərasim evində də tədbiri davam edir. Abdullah 12 ildən sonra dünyaya gələn bir övlad olub. Bir ailə 12 il övlad həsrətində olub və 12 ildən sonra Allah Teala bir övlad nəsib edib, adını qoyublar Abdullah, adını qoyublar Sabir, adını qoyublar Fərhad, adını qoyublar Bəxtiyar, adını qoyublar Rüfət. Adların özünə baxanda o qədər burada hikmətlər var, gizli məqamlar var. İstəyirik nəsə sözlə ifadə edək, başa salaq ki, çətindir. Çətindir, amma çətin olduğu qədər inanın ki, şərəflidir. Biz də ölüb gedəcəyik. Hər dəfə deyirəm, burada bəzi qardaşlar, ana bacılar, dostlarımız, yaxınlarımız, namaz qılanlarımız bizlə namaz qılardılar, indi əsri xaçdılar. Biz orada şükürlər olsun ki, məsciddə deyirik ki, kimlər ki, burada namaz qılardılar, kimlər ki, burada xidmətlər olub. Bu bizim ən böyük üstünlüyümüzdür. Onları yad edirik, ruhlarına dualar edirik. Xoş o insanlarla ki, o da dünyasını dəyişəndə kimlərsə onu yad eləsin, onun ruhuna dualar eləsin, onun günahların bağışlanmağını istəsin. Amma şəhid elə bir varlıqdır ki, bizim şəhidə ehtiyacımız var. Bizim şəhidə ehtiyacımız var. Bizim şəhidin duasına ehtiyacımız var. Bizim şəhidin şəfaətinə ehtiyacımız var. Çünki elə bir məqam sahibidir ki, elə bir ali dərəcə, yüksək rütbə sahibidir ki, söz onu tərif etməkdə acizdir. Niyə? Çünki Qur'an, Peyğəmbər onu tərif edir, buyurur ki, ölü hesab etmə, ölü zənn etmə, ölü demə. Demək, ölü kimdir? Ölü o şəxsdir ki, həyatda yaşayır 50 il, 60 il, 70 il, özündən sonra bir iz qoya bilmir. Amma 18 yaşında, 19 yaşında bir cavan, toy görməyən bir cavan getdi, bizim aşağı olan başlarımızı dikəltdi, ucaltdı, bizim gözümüzdə olan o kədəri, o qəmi sevincə döndərdi. Şəhid bir şama bənzədiblər, şama. Bilmirəm, şeir tam ifadə edə bilərəmsə, amma mənası təqribən belədir. Yaşamaq yanmaqdır, yanasən gərək, həyatın mənası yalnız ondadır. Şam yanmırsa, yaşamır demək, onun da mənası yanmağındadır. Yəni, insan şəhid yanır, özü ətrafına nur saçır, işıq saçır, ətrafındakiləri xilas edir, amma özü cismə insanların arasından gedir. Bax, bizim bu şəhidlərimiz belə məqam sahibləri olurlar. Onların ruhları qarşısında baş əyirik. Onların valideynlərinə, doğmalarına, əzizlərinə təşəkkür edirik. Ümumiyyətlə, təşəkkür bütün xalqımıza düşür. 44 günlük müharibədə hamınız görmüşsünüz. Hər birimizin orada qatqısı var. Hər bir peşə sahibinin orada qatqısı var. Biz bir yumruq olduq, ölkə rəhbərinin ətrafında birləşdik. Bu birlik, vəhdət gətirib bizi elə bir məqama çatdırdı ki, artıq neçə yüzillərdir ki, Azərbaycan xalqı torpaq ala bilmirdi. Biz elə torpaq itirmişdik. Amma bu şəhidlərin, bu qazilərin qanı canı hesabına, əskərlərimizin, zabitlərimizin hesabına biz nə elədik? Torpaqlarımızı düşmən tapdağından azad etdik. Bu sözü niyə dedim, niyə xatırladım? Bugün elə bir şəhidimizi tək şəhidlər xiyabanında, tək mərasim evində yox. İstərdim ki, elə siz möminlərlə də bir yerdə biz bunu bölüşək. O şəhid valideynləri çox istəyir. Onların evlərini gedib ziyarət eləməklərimizi istəyir. Onların şəhidlərini ziyarət eləyəndə gedib istəyirlər. Hər hansısa bir formada görürsən ki, bəzən görürsən bir küçənin adının ona verilməsi, bir bağçanın adı onlara verilməsi, sinifdə, məktəbdə bir sinifin adı onlara veriləndə onlar bu şeylərdən rahatlıq tapırlar. Və sizlər də çalışmalısınız daim. Zaten şəhidlər xiyabanı 24 saat
insanların ziyarətindədir, insanlar oranı ziyarət edirlər. Artıq insanların and yerinə, iman yerinə, inanc yerinə, ocaq yerinə, pir yerinə çevrilib Şəhidlər Xiyabanı. Mən bugün Şəhidlər Xiyabanında da qeyd elədim, yenə deyim. Neçə insanlar bugün gedib öz hacətini o şəhidlərdən istəyib. Polad Həkimovdan tutmuş, Fəriddən tutmuş, Mübarizdən tutmuş və bugünün şəhidləri olan Abdullah və digər bizim şəhidlərimiz var. Gedib onları təvəssül edib Allahla öz arasında öz hacətlərini alan kifayət qədər insanlar var. Biz indi dünənə kimi əgər oxuyurduq kitablarda ki, kimsə getdi İmam Hüseyin əleyhissalamı ziyarət elədi, Əbəlfəz ağanı ziyarət elədi, Məşədə getdi İmam Rızanı ziyarət elədi, İmam Əleyhissalam digər Kərbəla şəhidlərini ziyarət elədi və hacətini aldı. Bəzən deyərlər ki, bunların özlərinin fikirləridir, özlərinin düşüncəsidir. Amma bugün reallıq İmam Hüseyin, Əbəlfəz ağanın məktəbinin davamçısı olan bizim şəhidlərimizin ziyarətinə gedib öz hacətlərini istəyən kifayət qədər dəlillərimiz var, subutlar var, faktlar var. Allahdan istəyimiz, arzumuz bu olsun ki, Allah Teala o şəhidlərin ehtiramı xatirinə bizim hacətlərimizi öz dərgahında qəbul eyləsin. Şəhidlər həm dünyada, həm ahirətdə bizim xilaskarımızdır, şəfaatçilərimizdir. Allah Teala onların şəfaatindən bizləri bir nəsib eyləməsin. Cəm şəhidləri yad edək, dünyadan gedənlərimizi də yad edək, Peyğəmbər Ali Peyğəmbərə sələvat hədiyyə edək. İnşallah ki, Allah Qur'an-ı Kərimdə toxunduğu mövzulardan biri Sile rəhmlə bağlıdır. Qur'an-ı Kərim buyurur ki, Bəqərə surəsində 27-ci ayədə buyurur ki, o kəslər ki, Allahla olan əhdlərini pozar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri, yəni qohumluq əlaqələrini kəsər və yer üzərində fəsad törədərlər. Məhz onlar ziyana uğrayanlardırlar. Başqa bir ayədə Allah Teala Qur'an-ı Kərimdə Rəd surəsinin 21-22-ci ayəsində buyurur ki, o kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri, yəni qohumluq əlaqələrini davam etdirər, Rəbbindən qorxar və hesab günündən çəkinərlər. Burada Qur'an-ı Kərimə biz müraciət eləsək, dəfələrlə qohumluq əlaqələri ilə bağlı ayələrdə bizə müraciətlər var, mesajlar var. Allah Teala Qur'an-ı Kərimdə bir neçə yerdə qohumluq əlaqələrini kəsəni lənətləyir. Qohumluq əlaqələri kəsilənlər Qur'an-ı Kərimdə lənətləniblər. Sile-i rəhm deyirik, bax, sile-i rəhm. Rəhim yox, rəhm. Bax, bu rəhm haradır, nədir? Bunun kökü ana bətnində ananın uşağı daşıdığı məkana rəhm deyərlər. Bir ana ki, öz övladını 9 ay öz bətnində qoruyur, gəzdirir, saxlayır, onun hər cürə əzabına dözür, o qoruduğu yerə rəhm deyərlər. Və ona görə sile-i rəhmdir ki, sile-i rəhmin birinci məqamı o ana bətnində sənlə dünyaya gələn bacı qardaşlardır. Bir ananın bətnindən dünyaya gələn bacı və qardaşlardır. Bunlarla əlaqə mütləq olmalıdır. İkinci məqam haradır? Gəlib çıxır nənələrə. Nənənin rəhmindən, nənənin dünyaya gətirdiyi, istəyir ata tərəf, istəyir ana tərəf. Yəni, xala, dayı, bu tərəfdən də əmi, bibi. Bunlar nədir? Qohumluq əlaqələri bunlarla daim onlar. Bunlarla qohumluq əlaqələri kəsmək olmaz. Demək, bacı qardaşdan sonra əmi, dayı, bibi, xala və bunların uşaqları ta ki bu nə qədər davam edirsə, artırsa, bunlarla əlaqə daim olmalıdır. Və İslam dininin, Qur'anın, Peyğəmbərin, əimmələrin bizə təkid elədiyi ən vacib əməllərdən biri də bu qohumluq əlaqələrdir. Bugün artıq biz elə bir vəziyyətdəyik ki, bunu hamı etiraf eləsin, boynuna alsın ki, biz qohumluq əlaqələrində ən aşağı səviyyə inmişik münasibətlərimizdə. Dostlarla da münasibətdə belədir, yoldaşlıqda da belədir, qohumluqda da, qonşuluqda da münasibətlər demək olar ki, o qədər soyuma həddinə gəlib çatıb, aşağı səviyyə gəlib çatıb ki, insan bilmir hansı sözü desin.
İndi bir Peyğəmbər hədisinə baxaq, Həzrət Rəsulullah buyurub ki, burada olanlara, hal-hazırki ümmətə, burada olmayanlara, hələ dünyaya gəlməyənlərə, gələcək nəsillərə tövsiyəm budur ki, bir illik yol məsafə qət etmək bahasına da olsa, gedin qohumlarla əlaqələrinizi bərpa edin, onları axtarın, onları yoluxun, onlarla get-gəl edin. Hədislərimiz vardır, əyimmələrdən, Əhl-i Beytdən, Peyğəmbər Rəsul-Xudadan. Buyurur ki, Peyğəmbər Rəsul-Xuda sallallahu aleyhi və səlləm kim ruzisinin artılmasını və ömrünün uzadılmasını istəyirsə, qohum əqrabasına baş çəksin, sili rəhm etsin, qohumlarla əlaqəni kəsməsin, onların daim əlaqədə olsun. Burada iki məsələ, bir ruzinin artması, bir də ömrün uzadılması. İçimizdə elə bir insan var ki, istəmir onun ruzisi artsın, yox. Bəlkə kimsə istəmir onun ömrü uzansın. Ömrümüzün uzanmasının da, ruzimizin artmasında da. Bəzən biz fikirlərik ki, ruzinin artması üçün, ömrün uzanması üçün hansısa dualar, kitablar, mollanın yanına get, bunu yaz, onu et, onu et. Bunun ən rahat, yaxın yolu nədir? Qohum əqraba ilə get-gəl etmək. Həm sənin ruzivi artırar, həm sənin ömrünü uzadar. İmam Cəfər Sadiq əleyhissalam buyurur, sili rəhm əməlləri paklaşdırar, ruzini çoxaldar, bəlanı dəf edər, hesabı yüngülləşdirər, ömrü uzadar. Bax, bir sili gedirsən, bir qohumvun, qardaşıvın, bacıvın, əmivin, dayıvın, bibinin, xalanın qapısını döyürsən, gedirsən, onu yoluxursan, ona baş çəkirsən, keyf əhvalını soruşursan, gör bu nəyə səbəb olur? Bu səbəb olur, sənin o əməllərin ki var, o əməllərinə görə narahatsan, o əməllərini paklaşdırır, saflaşdırır. Bir. İkinci, o ruzi ki var, sən gedirsən, gecə gündüz qazanırsan, bərəkəti olmur, ona bərəkət gətirər, onu çoxaldar. Üçüncüsü, o bəlalar ki sənin üzərivə gələcək, sən gedib qohum əqrabanı axtarmaqla o bəlanı dəf edirsən. Növbəti, sənin qiyamətin günündə o hesab günü insanın ki, işi çətin olacaq, deyir, hesab kitabını yüngülləşdirəcək və növbəti, insanın ömrünü uzadar. Sili rəhm. İmam Əli əleyhissalam mübarək bir hədisində buyurur ki, qohumların səninlə əlaqəni kəssə belə, sən ondan əlaqəni kəsmə. Bugün böyük məsələlərdən biri nədir? O mənlə danışmır, söhbət eləmir, gəlmir, gedmir. Mən niyə gedim onun evinə? Mən ona niyə danışım? İmam buyurur ki, əgər onlar səndən əlaqəni kəssə belə, sən get, onlarla əlaqəni yarat, kəsmə. Sili rəhm, sadəcə gedib qohuma başı çəkmək deyil. Deyir, onun halını anlamaq, ehtiyacını duymaq, ona dəstək vermək. Bilirsiniz, bu qohum əqraba ilə əlaqə yaratmaq, get-gəl etmək, bu bir dini məsələ deyil, bu bir inanc məsələsi deyil, bu bir İslam buyurduğu deyil, bu bir bəşəri məsələdir, bu ictimai bir məsələdir. Quran-ı Kərim bəzən buyurur ki, ya eyyuhəllədinə amənu, bəzi yerdə buyurur ki, ya eyyuhənnas, bəzən buyurur, ey iman gətirənlər, amma bəzən yerdə buyurur, ey insanlar, yəni bütün insanlar, hansı dində, hansı əqidədə, hansı dildə olmaqlarına baxmayaraq, gedib qohum əqraba ilə əlaqələrini yaratmalıdırlar. Sili rəhm ehtiyaca uyğun mərhəmət və dəstək deməkdir. Ola bilər ki, sənin bir qohumun maddi ehtiyacı ola, sən gedərsən ona yardım etmək üçün dolanışığına dəstək olasan. Amma ola bilər ki, bir qohumun var, onun maddi dəstəyə ehtiyacı yoxdur. Ya pula, yeməyə ehtiyacı yoxdur. O təkdir, tənhadır, kimsəsiz bir dənə qohumdur. Bir dənə istəyir ki, gedib bir nəfər onu ziyarət eləsin, onun könlünü alsın, otursun, onunla həmsöhbət olsun. Yaxud da ki, bir qohum ola bilər ki, bir daha deyirəm, onun da maddi dəstəyə ehtiyacı, psixoloji bir durumdadır, bir narahatçılığı var, bir sıxıntısı var, kimdənsə bölüşmək istəyir, ünsiyyət qurmaq istəyir, kiməsə dərdini danışmaq istəyir. Sənə yetər ki, gidib onu dinləyəsən. Və yaxud ola bilər bir qohumun var, onun hansısa bir ehtiyacı var. Elmi cəhətdən, hüquqi cəhətdən, nəyəsə ehtiyacı var, sən ona bir yol göstərəsən. Onun işini həll edəsən.
Deyir ki, səninlə küslü olana, ona tərəf ilk addımı atmaq. Ən böyük iş, ən böyük insan odur ki, biri ondan küslü ola, sən ona tərəf addım atasan. İmam Cəfər Sadiq əleyhissalam mübarək hədisində buyurur ki, sili rəhm yalnız qohuma baş çəkmək deyil, əsl sili rəhm qohumun ehtiyaclarını tanıyıb, onu aradan qaldırmaq. Yəni, ehtiyac deyəndə bir daha deyirəm, o psixoloji durumda da ola bilər, o, hər hansı ola bilər, elmi cəhətdən, hüquqi cəhətdən, nə bilim, tənha da ola bilər, kimsəsiz də qala bilər, elə bir çətinliyə düşə bilər ki, elə hər şey pulla, maddiyyətlə həll olmur ki. Sənin bir gəlişin onun həyatını dəyişə bilər. Sənin ondan bir həm söhbət olur, ondan bir çay içməyin, onun həyatını dəyişə bilər. Deyir, qohumların ən yaxşısı odur ki, ehtiyac duyduğunda sənə arxa dayaq çıxsın, arxa dayaq dursun. İmam Əleyhisselam Nəhcül Bəlağada buyurur. İndi bir hədisində yenə imam buyurur ki, qohumlarla əlaqə, sili, rəhm evləri abad edər, ömürləri uzadar. Əgər həmin məmləkətin əhalisi salih olmasa belə, baxın, bayaq dedim, bu ümumbəşəri bir məsələdir, ictimai məsələdir. Ola bilər bir qohum, bir əqraba heç İslam dinində olmasın, namaz qılan olmasın, oruçdan olmasın. Deyirsən, əgər onunla əlaqəni yaratsan, get-gəl eləsən, əlaqəni kəsməsən, birinci sənin ömrünün uzanmağına səbəb olar. Sənin evini abad edər. Və buyurur ki, hətta əgər həmən məmləkətin əhalisi əməli salih olmasa belə. Həzrət Əleyhisselam bir gün minbərdə xütbət edirdi, danışırdı, söhbət edirdi. Əleyhisselam buyurur ki, ömrü qısaldan günahlardan Allaha sığınıram. Soruşdular ki, ya Ali, ya Əmirəl Möminin, bunlar hansılardır? İmam birinci buyurur ki, qohumluq əlaqəsini kəsmək, sili rəhmi tək etmək, bu günahdır və bu günahdan mən Allaha sığınıram. Odur, imam buyurur ki, bir ailə günahkar olsa bəgə, əgər qohumluq əlaqələrini qoruyurlarsa, malları çoxalar, varlanarlar, ruzləri artar. Başqa bir ailə salih olsa da, əgər qohumluq əlaqələrini kəssələr, malları əldən gedər, kasıblaşarlar. Ola bilər bir ailə salihdir, möminədir, namaz qılandır, oruç tutandır, amma bir-birlərindən qohumluq əlaqələri yoxdur. Həzrət buyurur ki, malları əldən gedər, kasıblaşarlar. Amma bir ailə ola bilər salih deyil. Amma bir-birlərinin o qədər get-gəlləri var ki, deyir, onların malları da artar, kasıblıqlar da aradan gedər. Biz imamların həyatı bizim üçün nümunədir də, hamımız üçün. Mən bəzən özüm də istəyirəm ki, onu öz həyatımda bacardığım qədər tətbiq edim. Nə qədər bacardan bilmirəm. Amma oxursan, görürsən ki, İmam Cəfər Sadiq əleyhissalam ömrünün son vaxtları idi. Əmsi oğlu Həsən Əftəsə. O, imam vəsiyyət edir ki, mənim də ömrümün son saatlarıdır, o əmim oğluma 70 dinar pul verərsiniz. İmamın xidmətçiləri təəccübdən bilmirlər, nə danışsınlar. Axır biri yaxınlaşır imama ki, ya imam, buna niyə 70 dinar pul verək? Ahu, bu sizin ölümünüzə səbəb olan şəxslərdən biri, rol oynayan insanlardan biri odur. Sizə qarşılıq pislik edənlərdən biri odur. Niyə ona belə bir şey vəsiyyət edirsiniz ki, məndən sonra əgər sağ qalmasam, dünyamı dəyişsəm, ona 70 dinar verəsiniz? İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, məgər Allahın bu ayəsinə əməl etməyib, bayaq sizə qeyd elədim, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, o kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri, qohumluq əlaqələrini davam etdirirlər, Rəbbindən qorxar, hesab günündən çəkinərlər. İmam buyurur, Allah Teala buyurur ki, Allahın əmr etdiyi bir işdir. Sənlə əlaqə kəsən, sənə pislik edən. Baxın, hətta imamın ölümünə səbəb, orada rol oynayan insanlardan biri olur. İmam sonra o kənizin cavabında buyurur ki, kim sili rəhmi, qohumluq əlaqəsini kəssə, cənnətin iyin belə hiss eləməz. İmam Cəfər Sadiq əleyhissalam əmisi oğlu Abdullah ibn Həsən arasında bir insident, belə deyək, bir fikir ayrılığı, bir mübahisə yaranır, baş verir. İmam Cəfər Sadiq əleyhissalam sübh vaxtı erkən qalxır,
o əmsi oğlu Abdullahın evinə gedir, onun qapısının ağzına dayanır, deyir ki, mən səninlə barışmaq üçün bura gəlmişəm. Çünki Allah Taala buyurur, o kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri, qohumluq əlaqələrini davam edərlər, onlar Allahdan qorxandılar, hesab günündən çəkilenlərdirlər. İmam kimi bir şəxs sübh vaxtı gedir, əmsi oğlunun qapısına deyir ki, mən Allahın Quranda buyurduğu əmri yerinə yetirmək, səninlə barışmağa gəlmişəm. Və İmam Hüseyn əleyhissalamın həyatından bizə bir nümunə göstərirlər. İmam Hüseyn əleyhissalam qardaşı Muhammed ibn Hənəfiyə, onun arasında bir anlaşmazlıq belə deyək, ixtilaf yaranır, aralarında bir incilik baş verir. Sonra Muhammed Hənəfiyə İmam Hüseyn əleyhissalama belə bir məktub yazır. Çox ədəbli şəkildə öz fikirlərini bildirir. Muhammed Hənəfiyə İmam Hüseyn əleyhissalama buyurur ki, bizim atamız birdir. Əmir əl-Müminin Əli ibn Əbi Talib sənin də atandır, mənim də atamdır. Sənin mənə baxımından üstünlüyün ata tərəfdən yoxdur. Amma mənim anam başqadır, sənin anan isə aləmlərə rəhmət olan sonuncu Peyğəmbərimiz Muhammed el-Mustafa sallallahu aleyhi ve sellem. Peyğəmbərin əziz qızı xanım Fatimə-i Zəhradır. Dünyanın və bütün qadınlarının baş tacıdır. Sənə bu üstünlük kifayət edər. İndi sən gəl və barış. İmama belə bir məktub yazır. İmam Hüseyn əleyhissalam elə bir varlıqdır ki, elə bir şəxsiyyətdir ki, yəni onu tərif etmək, izah etmək, bu gün nəysə əlavə etmək, İmam o şəxsdir ki, Həzrət Rəsulullah buyurub ki, əti ətimdəndir, qanı qanımdandır, canı canımdandır, ürəyimin bir parçasıdır, Hüseyn məndəndir, mən də Hüseyndənəm. İmam Hüseyn əleyhissalama bu məktub çatandan sonra İmam Hüseyn əleyhissalam buna qarşı heç bir təkəbbürlü göstərmədi ki, o gəlsin, mənlə barışsın. Bu məktub yazıb ki, sən gəl, mənlə barış. Və heç bir gedişmə də vaxt da demədi, yox, bugün gedərəm, sabah gedərəm, elə həmən. Və heç kəsi də aralarında barışdırmaq üçün bir vəsilə qərar vermədi. Bəzən olurdu, 2 nəfər küsür, gözləyir ki, bir nəfər bunları barışdırsın. Gedir, qardaşı Məhəmməd Hənəfi ilə barışır. Burada imamın atdığı addımda bir neçə mesaj var bizə. Birinci, imam əxlaqda təvazükarlıq zirvəsidir. İmam Hüseyn əleyhissalam heç vaxt üstünlüyü axtarmayıb. Əgər bir yerdə Allahın rizası varsa, İmam Hüseyn əleyhissalam ora birinci addım atıb. Barışa təşəbbüs. Haqlı olan tərəf İmam Hüseyn əleyhissalamdır. Məktubu yazan Muhammed Hənəfiyyədir. Amma imam da demədi, o gəlsin, mənlə barışsın. İmam özü haqlı olaraq birinci addımı özü atır. Üçüncü ailə bağlarını, onların o bağlılıqları var ata tərəfdən ki, bildilər. O bağlılığı, qohumluq əlaqələrini onu qorunması üçün öz nəfsini sındırır. Və dördüncü ən nəhayət xanım Zəhra salamullah əleyhanın məqamıdır ki, İmam Hüseyn əleyhissalam bu üstünlüyü Allahın bir lütfü kimi görür və öz fərdi təkəbbürünə çevirmədi ki, yox, mən xanım Fatimə Zəhranın oğluyam, yox. O ki, Allahın əmri budur ki, qohumluq əlaqələrini davam etdirin, qohumlarla küslü qalmayın. İmam ona canı dildən əməl elədi və İmam Cəfər Sadiq əleyhissalam bir hədisini deyim, sonra bir fikrimi sizlə bölüşdürərəm. Ölümü tezləşdirən günahlardan biri də sili rəhmi əlaqəni, qohumlarla əlaqəni kəsməkdir. Bu İmam Cəfər Sadiq əleyhissalamdandır və Peyğəmbər Rəsulullah mübarək bir hədisi var ki, bir salamla da olsa sili rəhmi yerinə yetirin. Ola bilər bu qohumla, əqraba ilə hansısa formada indi incimisən, incimək olar, küsmək olmaz. Mənim şəxsi fikrimdir. Mən çalışıram ki, yəni bu mənim tutduğum yola, həm ruhaniyyət, həm özümdə bir yol qoymuşam ki, bir insandan inciyə bilərsən. Amma küsmək müsəlmandan, mömindən, insandan gedib bir qədər araşdıranda görəcəksən ki, o küsəcəyin şeyin bir mənası yoxdur. Amma görürsən, aylarla, illərlə küslülük alırsan və nəticədə bu küslülük sonra düşmənçiliyə gətirib, ədavətə gətirib çıxardır. Əvvəl yaşlı nəsil indi burada bilər, cavanlarımız bilməz.
Bu qohumluq əlaqələri o qədər sıx idi ki, Allah da bir xeyir bərəkət vermişdi. Toyumuz da, yasımız da həyət bazada olurdu. Hamının həyətində kimin əgər bir toyu olursa, o həyətdə olurdu. Bir mağar qururdular, çadır qururdular, o toyu orada edirlər. Kiminsə bir rəhmətə gedən olursa, o da həyətdə olurdu. Qohum, əqraba, dəvətlər, hamı bir ocağın başına yığışırdı. Bir ailənin həm kədərinə və ya sevincinə şərik olurdular. Toya bir həftə qalmış o yaxın qohumlar ki var, ha, qardaş, bacı, qardaş uşağı, bacı uşağı, əmoğlu, dayıoğlu, yığışardılar, o toyla bağlı bütün tədarükləri görərdilər. Və bu görülən işlərlə, canla, başla, təmənnasız, Allah rızası üçün görərdilər bu işləri. Kiçiyindən böyüyünə kimi hərənin o işdə bir qatqısı var idi. Ağsaqqal, ağbirçək sözü qanun idi. Ev tikəndə, hər evdən, kəndin hər bir evindən, hər məhəlləsindən bir nəfər gələrdi, o ev tikənə kömək eləyərdi. O bacarır, bacarmır, fəhləliyir, nəyə gücü çatırdısı, bir daş, bir kərpiz, bir palçıq, o kəndin hər bir sakininin kəndə tikilən evin tikilməsində qatqısı vardı. Və bütün bunlar könüllü, təmənnasız idi. Və sonra həm toyda, həm yasda, həm evin tikilməsində o yığılan insanlar axır bir çörək yiyirdilər də, bir qazanda bir yemək bişirirdilər, həmən ev sahibinin o açdığı süfrədə bütün o insanlar bir yerdə cəm olub çörək yiyirdilər. Toyu olana deyirdilər, Allah mübarək eləsin, rəhmətə gedənə Allahdan rəhmət deyirdilər, evi tikənə deyirdilər, Allah mübarək eləsin. Və o dövrdə ailələr də möhkəm olardı. Boşanmalar mindən bir olardı. Övladla bağlı problem mindən bir olardı. Amma bugün görürsünüz, çəkilmişik hərəmiz bir qırağa, elə toyda bir dənə o şadlıq evində görsənək, mərasim evində görsənirik, saat 1-2, toyda 9-10, hamı dağılışdı. Amma əvvəl öncədən bunlar olurdu. Hələ yas mərasimində 40 gün qohum, əqraba, kənd, el-oba gəlirdi. İndi deyirlər, bunlar nəyə lazım, bu yasların keçirilməsi, üzür yiyəsi narahat olur və s. və ilaxır. Üzür yiyəsi narahat olmur, üzür yiyəsi indi psixoloji duruma düşür. Gəlir, görür ki, 3-7 cəmaat getdi, gəlib qapısını döyən yoxdur, 40-ına kimi. O insan əsəbilik keçirilir, psixoloji duruma gedir. Amma belə 40 gün gəlirdilər, hərə bir təsəlli verirdi. 40 gündən sonra bilirdi ki, mənim bir yaxınım əzizim rəhmətə gedib. Borcu olanı, xəstəsi olanı, ehtiyacı olanı, elə o qohum, əqraba, o famillər yığışardılar, onların məsələlərini kökdən həll eləyərdilər. Bu, deməkdə məqsədim budur ki, mən, sizlər və hamımız, ətrafımızdakılar bugünkü cümədən nəticəmiz bu olsun ki, kimin ki qohum, əqraba ilə əlaqəsi yoxdur, münasibəti yoxdur, get-gəli yoxdur, Peyğəmbər Rəsulü Xuda buyurub ki, bir salam verməklə də olsa, o əlaqəni yaradın. Arada salam-kalam olsun. Və yaxud Peyğəmbər Rəsulü Xuda buyurur ki, bir illik yol məsafə qət etmək bahasına da olsa, nə eləyin? O əlaqəni yaradın. İnşallah qohumluq əlaqələri bizə ruzi gətirər, bərəkət gətirər, ömrümüzü artırar, evimizi abad edər. Əlaqəni kəsmək isə böyük günahlardan biridir. Bizim günahkar bir bəndə olmağımıza səbəb olar. Deyir, Allaha yaxın olmanın yollarından birincisi də qohum, əqraba ilə əlaqə saxlamaqdır. Allah and verə izzətinə, cəlalına, böyülüyünə xatir. Allah qala bizləri həm bu dünya, həm ahirətdə Allahın sevib seçdiyi, razı qaldığı bəndələrdən qərar versin. Dünyasını dəyişən yaxınlarımızı, əzizlərimizi, şəhidlərimizi qəriq rəhmət, vasili cənnət qərar versin. Xəstələrimizə, mərizələrimizə şifa-i təcil inayət eyləsin. Allahdan istəyimiz, arzumuz bu olsun ki, bu ağsaqqallarımız ki, məclisə gəliblər, nur veriblər, şərafət veriblər, zinət veriblər, Allah Teala bunların ömrünə bərəkət nəsib eyləsin. Allah Teala bu ağsaqqallarımızı, Kərbəla qəhrəmanı, ağsaqqalı Həbib ibn Məzahirə bağışlasın. Ana bacılarımızı, qız gəlinlərimizi xanım Zəhraya, xanım Zeynəbə bağışlasın. Onların da müşkillərin, çətinliklərin asan eyləsin. Hacətlərini qəbul eyləsin. Mənim əzizlərim, bizim gələcəyimiz, cavanlarımız, gənclərimiz, Allah ömürlərinə bərəkət nəsib eyləsin. Hidayət olmayan cavanlarımızı hidayət eyləsin.
Bu gənclərin də nə istəkləri, nə muradları varsa Allah bu günün ehtiramını onları bərabərdə bir xeyr eləsin. Allah Teala bu cavanlarımızı, bu gənclərimizi Əli Əkbərə və bizim 44 günlük müharibədə şəhid olan cavanlarımıza bağışlasın inşallah. Allah'tan istəyimiz, arzumuz bu olsun ki, övlad həsrətində olan gənclərimizə, ailələrimizə övlad nəsib eyləsin. Evlənmə imkanı olmayan gənclərimizi evlilik nəsib eyləsin. Evləniblər, ev eşi sahibi deyirlər, Allah Teala onlara ev eşi nəsib eyləsin. İşsizlərimizə iş nəsib eyləsin. Ruzisi olmayana bol-bol hələr ruzi nəsib eyləsin. Əskərlərimizi, zabitlərimizi qorusun. Düşmənimizi məhfi nabud eyləsin. Qəriblikdə olanları səhi salamat evlərinə qaytarsın. Allah'tan istəyimiz, arzumuz olsun ki, bu cüməni son cüməmiz qərar verməsin. Bu cümədə etdiyimiz ibadət, itaat, duaları, namazları bizlərdən, sizlərdən ali dərəcədə qəbul eyləsin. Allah Teala gələn cüməni də bir yerdə namaz qılmağı bizə nəsib eyləsin. İlahi Pərverdigara, səndən istəyimiz, arzumuz budur ki, xəstələrimiz var, mərizələr. Nəzərdə olan xəstələrə tezliklə şifayət təcil inayət eylə ginə. Aclarımızı doydur ginə. Libası olmayana libas ət eylə ginə. İlahi Pərverdigara, ölkəmizi, xalqımızı, millətimizi, vətənimizi, dövlətimizi qoru ginə. Üç rəngli bayrağımızı bayraqlar içərisində uca eylə ginə. Dünyada bizə 14 məsum ziyarətin, Məşəd, Kərbəla, Həc, Ərbəyin ziyarətin nəsib eylə. Ahirətdə 14 məsumun şəfaatin bizlərə nəsib eylə. Rəbbənə ətinə fid-dünya həsənətən və fil-axirəti həsənə. İlahi Pərverdigara, dünya və axirət xoşbəxtlik, saadətin bu cəmə nəsib eylə ginən. Günahlarımızın üstündən qələmi əf çək. Tövbələrimizi qəbul eylə. Dualarımızı qəbul eylə. İlahi Pərverdigara, yeryüzü dolubdur, fitnə, fəsad, fisk, füzur, nahaq qanlar axılır. Haqqı, ədaləti, nuru yer üzərində bərqərar eylə ginən. Zalimi, zülümkarı, fitnə, fəsad, fisk, füzur törədəni məhfi nabud eylə ginən. İlahi Pərverdigara, səndən istəyimiz, arzumuz budur ki, ehsan edənlərin, ehsanların qəbul eylə. Bizləri də ehsan edənlərdən, əməli salihlərdən qərar ver ginən. Birliyimizi, vəhdətimizi əbədi eylə ginən. Ağamız, sərvərimiz, İmam Zaman ağanın zuhrun təcil eylə ginən. Cəmi dualarımızın qabulluğuna Muhammed, Ali Muhammed zamanlar sələvat ediyələ. Allah hər birinizdən razı olsun, Allah köməyiniz olsun. Bismillahirrahmanirrahim. İnna ateynakal kavsar. Fasalli li rabbika vanhar inne şaneke vel abtar.